təzəkkür vermək lazımdır. Mömin bir səhv iş görübsə onu başa salmaq lazımdır. Əksinə ona təzəkkür verməmək onun haqqında ən böyük cəfa eləməkdir. Təzəkkür lazımdır, amma İmam Sadiq əleyhissalam buyurur, təzəkkürün qayda qanunu var. Sən təzəkkür deyib, ictimaiyyətdə onu abırına apara bilməzsən, ictimaiyyətdə onun açıq, aşkar şəkildə sıxma boğmaya sala bilməzsən, təklikdə ona həqiqəti başa salırsan, gördüyü səhvi başa salırsan və onu da qayğıdan, məhəbbətdən başa salırsan ki, qardaş, bu sənin ziyanınadır. Sən mənim yaxın dostumsan, o cəhətdən deyirəm ki, bu ziyanı sən həyatında görməyəsən, düşməyəsən bu ziyanı. Bu cəhətdən. Müminin qəlbi, bilirsiniz, hədislərdə çoxdur, deyir, müminin qəlbi Allahın ərşidir. Müminin qəlbini sındırmaq, Allahın ərşini lərzə gətirmək mənasındadır. Müminin qəlbini sındırmaq olmaz. Allah Taala ilə müharibəyə qalxıb, o kəs ki, bir müminin qəlbini sındır. Sanki Allahla cəng eləyir, müharibə eləyir. Allahla müharibə, kim istəyir Allahla müharibə eləsin, getsin bir də müminin qəlbini sındırsın. İndi mömin də gələ nazənin olmuyor da, elə hər sözə reaksiya verib. Bəzi insanlar o xislətində nazənli, elə anırdır deyirsən, küsür getdi. Qardaş, hara gedirsən, bir kəlmə söz danışırıq. Bu ona aid deyil. Bu hədis ona aiddir, bunun mötəzərəsi, bu ona aiddir, o xəstədir onda. Həqiqətən, valla, bəzən bizim təzəkkür verməyə ixtiyarımız yoxdur. Biz dostsan da, dostumunu qəbul eləməli ki, dostum, hər şey sən bildiyin kimi deyil ki. Elə deyirsən, o tərəfə dur, getdi. İndi biz də gələ fikirləşək ki, bunun qəlbini biz sındırdıq, Allahla biz mübarizəyə mi qalıqdıq? Yox, bu ora aiddir. Bu normal vəziyyətə, anormal vəziyyətlərə aid deyil. Normal vəziyyətdə deyir, bir müminin qəlbini sındırma. Sındırsan, sanki Allahla mübarizəyə qalxıbsan.